Hər zaman Savalan müəllimin adını çəkirəm, onu çox belə deyim də, hətta mən onu proqramımızın ağsaqqalı elan eləmişəm. Çünki Savalan müəllim dəfələrlə Azərbaycanımızın bir çox rayonlarında gecə səhərə qədər yol gedib. Yəni bu danılmaz faktdır. Və Savalan müəllim, buna görə sizə təşəkkür edirəm və Savalan müəllimlə bərabər bizim digər ekspertlərimiz də bax bu yoldadırlar. Mən buna görə İsmail müəllimə də dərin təşəkkürümü bildirirəm. Və bugün doğrudan da sevinirəm ki, bizim ekspertlərimiz arasında İsmail Ağayev kimi insanlar var. Bildiyiniz kimi İsmail müəllim Türkiyə İstanbul Sənayecilər və İş Adamları Dərnəyinin Azərbaycan nümayəndəliyinin sədridir. Bu insanlar əgər bizi seçiblərsə, bizi dost olaraq görüblərsə, bilirəm ki, bu sona qədər qalacaq. Və dünən mənim əzizlərim İsmail müəllim bizim ekspertlərimizdən olaraq, yəni başda İsmail müəllim olmaqla bizim nümayəndə heyətimiz Quba şəhərinə səfərə getdilər. Səfər təəssüratlarını danışacaqlar. Mən sevinirəm. Niyə sevinirəm? Çünki bu səfərin nəticəsi müsbət olub. Sujeti izləyək, İsmail müəllim özü danışacaq. Bəli, hörmətli tamaşaçılarımız, uzun yolu qət edərək biz artıq Qubanın Talıbı Qışlar kəndindən gəlib çatmışıq. Gülnarə xanımın məsələsi ilə bağlı İsmail müəllimlə gəlmişik. İndi daxil oluruq əvvəla adı çəkilən kluba. İsmail müəllim, tanış olduq, gəlmişsiniz. Təşəkkür edirik ki, sizə bizimlə birgə həmin bu Talıbı kəndinə gəlib çatmışıq. Əvvəla deyilən klub buradır. Vəziyyətlə bir balaca tanış olmuşuq, daha geniş tanış olacaq. İlkin fikirləriniz maraqlıdır mənə. Siz də bizim verilişimizdə həmin xanım haqqında məlumat almışsınız. Nədir rəyiniz? Valla görsənən dağa bələdçi ehtiyacı yoxdur. Ümumiyyətlə, yəni bugün biz icra nümayəndəsində kimlərisə qıdamağa ehtiyac yox. Arzu və istəyi ilə məsələ bitmir. Bu otaqda vətəndaşın bir övladı ilə belə bir yerdə körpə bir uşaqla gəlib yaşaması sözün həqiqi mənasında bir çətin. Belə deyək ki, istilik sistemi yoxdur. Məsələn, deyək, peç qoyuldu, buna odun verildi, gətirildi, bunun sonrası bunun yaşama məsələsi var, bunun işlə təmin olma məsələsi var. Çətin qış aylarını keçəndən sonra bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən bir sot, iki sot ayırmaq olar. Və o cümlədən həm icra nümayəndəsi və çıxış yolu komandası olaraq və həm də Türkiyə-Azərbaycan İş Adamları Dərnəyi olaraq biz də dəstək dura bilərik. Daşından, semendindən, qumundan, ləvazimatlardan və ona normal bir vəziyyətdə bir yaşayış qurmaq olar. Yoxsa sən gətir, at bunu bura, sabahda qar yağacaq, duman, çən, işıqlar keçəcək, bu qalacaq, insan buralarda uşaq xəstələnəcək. Bir tərəfindən də, icra nümayəndəyi tərəfindən də lazım dəstəklik veriləcək. Lazım olsa gəlsə, ev tikmə məsələsi köməkli olunsa gəlsə, bu ayrılıb, torpaq sahəsi ayrılar, verirlər. Heç bir problem yoxdur. Özdə bunu əgər qardaş arvadı varsa, bunların da kömək olmalıdır. Elə çəkilib qıraqda durmaqla deyil ki. İstanbul İş Adamları Dərnəyi adından müəllim onu yerləşdirəndən sonra biz ona kənddə yaşadığına görə bir dənə inək hədiyyə eləyərik. Evin verir, biz də inəyimizi veririk də. Qoy bu insan yaşasın, insan həqiqətən hiss eləsin ki, dövlətimiz, dövlətçiliyimiz onların arxasındadır, vətəndaşına sahib çıxır. Mən də söz verdim ki, həm bələdiyyənin köməkliyinə, həm öz köməkliyimlə, öz gücümdən, ondan əlavə kəndin insanlar da, xeyirxah insanlar da az deyil. Onların köməkliyinin əlimizdən gələn köməkliyi biz hazırıq. Lider televiziyasının rəhbərliyinə biz öz dərin təşəkkürümüzü bildiririk ki, bu vaxtıcan bizim yerlimizdir, kəndçimizdir, elimiz, cəmaatımızdır, saxlayıblar. Gerisi var. Gerisi də sizlərin, bizlərin üzərinizə düşür. Cənab Prezident bütün çıxışlarında həmişə bildirir ki, bütün məmurlar xalqa xidmətçidirlər. Yəni bugün də bir daha da göstərir ki, məktəb direktoru, icra nümayəndəsi biz düşünülmüş şəkildə bu vətəndaşına sahib çıxırlar. Tofiq müəllim də Rusiyadan şəxsən elə gələn kimi bizim verilişimizə gəlib, İsmail müəllimdən gəlib. Təşəkkür edirik əvvəla hörmətinizə görə. Necə baxırsınız bu bizim verilişimizə? Hər zaman, hər zaman. Bəli, bəyənirlər. Çox gözəl verilişdir. Biz də Beynəlxalq Diaspor Mərkəzi olaraq sizin məktəbə pulsuz kitab və başqa repozitörləri təşəkkür edirəm. Yardım edirəm. Minnətdarıq. İnəyi göndərməyə hazırıq. Nə vaxt desələr, xəbər eləsinlər, biz inəyi göndərək. Bir dənə ot məsələsində də kənd televizyon olması köməkli görsə. Edərsiniz. Problem deyil, onu da həll edək. Yaxşı, bir saniyə. Siz neçə aylıq ot tədarükünü görəcəksiniz? Qışdan çıxanacaq. Qışdan çıxana kimi 3 ay. Yox, 2 ay hər şey. 3 ay. Burada səhərdən axşamacan inək çöldə oldu. Kənd inəyidirsə, Kənd inəyidir. rahatdır da.
Tofiq müəllim, sizə də təşəkkür edirəm. Tofiq müəllim də Beynəlxalq Diaspora Mərkəzində Azərbaycan üzrə departament rəhbəridir. Dərin təşəkkürümü bildirirəm hər ikisinizə. Doğrudan dünən hava da soyuq idi. Qubaya getmək, gəlmək. Bilirsiniz ki, günləri artıq uzun müddət idi ki, sığınacaqda və Mehriban xanıma təşəkkürümü bildirirəm. Mehriban xanımın yanındaydı və sizlər sağ olun ki, nəhayət bir nəticəyə gəldik. Buyurun. Mən belə baxıram ki, mən elə bu məsələnin başı o inəyin üstündə idi. Bizim vətəndaşlarımıza inəklər, qoyunlar, heyvanlar qurban olsun. Nəyə görə ki, bizim məmləkətimiz, torpağımız işğaldadır. Ermənilər bizim ana bacılarımızı girov saxlayırlar və çalışmalıyıq ki, bizim heç bir yerdə heç bir qadın kimsəsiz qalmasın. Bəli. Ailəsiz qalmasın, ərsiz, övladsız qalmasın. İlk növbədə istəyirəm ki, tamaşaçılarımız da bilsin ki, bu bacımız, bu xanım çox şərəfli bir ömür yaşayıb. Bizim o kənddə gəzərkən insanlarla söhbət eləyirsiniz. Bilirsiniz ki, indi mən əvvəllər polisdə işləmişəm. Polis bir münasibəti olur vətəndaşlarla danışanda. Bunun çox gözəl atası, anası olubdur. Artıq öyrənmişsiniz. İsmail müəllim öyrəndim. Çox dəyərli, hamı əl tutub bu kənddə. İndi talehin qisməti belə gəlib ki, hamıya əl tutan, hamıya çörək verən, hamıya dəstək duran bir insanın övladı bugün gəlib sığınacaqda qalır. Ancaq bilirsiniz nətərdir, Azərbaycan zəngin bir dövlətdir. Azərbaycanın çox xalqla, dövlətlə bağlı rəhbərliyi var. Yəni, rəhbərimiz də həmişə tapşırır ki, vətəndaşın xidmətində dursun məmurlar və bugün əgər bizim xanımımız sığınacaqda qalırsa, o kəndin, o qəsəbənin bələdiyyəsi, icra nümayəndəsi xanıma kömək eləməyə hazırlar. Və səsimizə də səs verdilər. Bəli, hətta məktəb direktori orada bildirdi ki... İndi sujetdə baxacaq, deməyim. Baxaq sujetimizə, baxaq. Biz Talıbı Qışlaq tam orta məktəbindəyik. Baxın, yanımda direktor Asəf müəllim var. İndi sizə Asəf müəllim, daha doğrusu Gülnarə üçün yaxşı bir təklif olacaq. Gəlin onun öz dilindən işlə. Bir daha təşəkkür edirik ki, bizi qəbul etdiniz. Minnətdarıq. Gülnarə də bizim bu kəntin cəmatıdır. Yəni bu kəntin sakinidir. Əlbəttə, çətin vaxtda insanlara kömək etmək lazımdır. Bu hər bir Azərbaycanlının, hər bir bizim müsəlman cəmaatının hamısının vacib işlərindən biridir. Hər kəsin kimin nə imkanı varsa, istər qalmağına, istər onun daxili imkanlarına, hamısı insanlar öz daxili imkanlarına istifadə edib bunu kömək etmək borcumuzdur. Mən də şəxsən əgər onun bu kəntdə müəyyən qədər çətinliklər varsa qalmağına, müəyyən onun qorunmağa şərait yoxdursa, mən şəxsən buna razıyam ki, öz evimdə şərait var. Mən müvəqqəti olaraq sığıncaq kimi öz evimdə qala bilər. Nə gözəl. Mən evimdə qala bilər. İmkan daxilində mən artıq rayon icra hakimiyyətinə də söz demişəm və təhsil şöbəsində də biz artıq sabahdan biz regionala mən əlaqə saxlayacağam və bizim ştatlarımız köhnə məktəb ştatları verilib, neçə illərdir təzə məktəb ştatları verilməyib və o barədə rəsmi məktub hazırlamışam. Sabah mən regional müdürlə görüşəcəyəm və bizim ştatlarımızı müəyyən qədər ştatlarımızdan versə, biz ştatlarını həmin onun xidmətçi xadimə ştatına Gülnarənin xadimə ştatına təsdiq edəcəyik. Təşəkkürlər, Allah ürəyinizə görə versin. Yəni bu məktəbdə həm çalışacaq, həm balasını saxlayacaq, həm də ki, belə deyim də müvəqqəti olaraq nəzarətiniz üzərində olacaq. Sərbəst otaqdır, qaz da çəkilib, qazı da var, hər şey. Allah ürəyinizə görə versin. Siz fizika müəllimisiz, sən bildiniz. Bəli, sağ olun. Məktəbiniz də maşallah yeni təmir olunan məktəblərsiniz. Necədir, uşaqlar dərsini oxuyurmu? Yaxşıdırlar. Razısınız. Yaxşıdırlar, yaxşı da oxuyurlar. Əla, təşəkkür hər kəsə təşəkkür. Gülnarə, bax, sənin üçün artıq demişdin ki, öz kəndimə, öz yurduma, öz elimə qayıdıram və Quba rayon icra hakimiyyəti də, icra başçısı şəxsən özü də sənin o sözünü bəyənmişdi ki, o Bakıda qalmaq niyyətində deyil. O öz elinə, yurduna qayıtmaq istəyir. Bax, ona görə sənə qucaqlarını açdılar. Amma əsl sürpriz qabaqda, əsl sürpriz irəlidədir. Gəlin baxaq. Baxaq İsmail müəllim. Baxaq. Hazırda daxil olduğumuz evdə Gülnarə xanımın qardaşının yoldaşı qalır. Həmin xanım tək yaşayır, həyat yoldaşı. Yəni Gülnarənin qardaşı dünyasını dəyişib. Gəlmişik, xanım öz istəyi ilə bizi evə dəvət edib. İndi biləcəksiniz xanımın istəyi və ya arzusu nədir? Mənim pensiyam yoxdur, maaşım yoxdur. Gəlib qala bilər. Ancaq ki, işıq pulusu var, qaz pulusu var. Deyirsiniz, inək verirəm, onun inəyin yeməyi var. Mən onun dilini görürüm. Onun dilini görüm ki, o da gəlmək istəyirmiş.
sual verim. Əvvəl münasibətiniz necə olub? Bizim ay tövbə, mən 40 neçə ildir onlarda gəlinəm, bir sözümüz olmayıb, heç biri ilə. Yəni, Düşüb bir xasiyyətən- piyanistkenin əlinə, o piyanistkeni tutmayıb. O nə qədər o kişinin üstündə xərc çəkib. İstəyib ki, ayrılıq olmasın. Axı alınmadı, oldu ki oldu. Özünlə danışım, pəxə o da razı olurmu da, bəlkə də nağı qəbul eləmirsən məni. Mən onu görsəm yaxşıdır. Yəni belə şübhələnmənizə əsas nədir mənə maraqlıdır. Niyə belə şübhələnirsiniz ki? Onun başı çox hələlər çəkib. Hə? Nə barədə? Və əri tərəfindən. Tək əri Ərindən tərəfi, hə, tək ərindən. İsmail xanımı bir yerdə yaşamalarına razılıq versinlər, bir yerdə qalsınlar. Biz də əlimizdən gələn dəstək eləyəcəyik. Dediyim kimi yer ayırmağa köməklik eləyərik, yer ayıraraq. İndi ev tikməyə müəllim də razılıq eləyir. Qışa çıxanacaq qalsınlar, müvəqqəti sığınacaq kimi də. Düşünürəm ki, ümumiyyətlə belə ilkin vəziyyətdə problemin qoyulan problem həll olunmaq istiqamətindədir. Nəyə görə ki, məktəb direktoru, bələdiyyə və icra nümayəndəsi olaraq bu xanıma gələcəkdə sosial müavinətin verilməsini də Lider televiziyası və çıxış yolu olaraq siz təmin edə bilərsiniz. Və burada müvəqqəti olaraq bir 3 ay müddətinə hətta belə deyək ki, ayrıca bir otaqda, belə deyək ki, ayrı bir otaqda bu yaşaya da bilər. 3 ay müddətindən aprel ayından bələdiyyə torpaq ayırır və torpaq bir ay müddətindən də bir otaqlı bir mənzil tikilə bilər. Ay tövbə, bir gəlir yerim yox. O xanımın burada bir qardaşının bir ruhu var. Bir ata, ana, bir qardaş bacı, böyük qardaşdır. qardaş bacı bir deməli ruhu var. Mən düşünürəm ki, Allaha da xoş gedər ki, elə ərimiz, həyat yoldaşımızın ruhu da çox şad olar ki, müvəqqəti də olsa 3 ay, 5 ay, 2 ay ən uzağı bu müddət ərzində, yəni yoldaşımızın ruhu xatirəsinə bu qalar burada. Sonra da dövlətimiz hər halda və biz komanda olaraq ona bir dəstək durarıq ki, Yaxşı mənada ən gözəl təkliflər burada olundu. Seçim qalır onun özünə. Ya gəlməlidir, öz qohumları ilə qalmalıdır, əgər istəyirsə, ya da ki, başqa bir versiya. mən belə başa düşürəm ki, bilirsiz nətərdir, məsələnin artıq daha da böyük qloballaşır, problemə çevirmək lazım deyil. Demək olar ki, problem birmənalı şəkildə həll olub və gələcəkdə bu insan artıq əlavə ərkösüyünü etməməlidir. Yəni, bilirsiz nətərdir və bəzi insanlar da bu vəziyyətdən istifadə edirlər. Mən ona razıyam ki, may ayına qədər. Gəlib sizdə qalın. Daha da Təşəkkür müvəqqəti. edirəm. Var olun, minnətdarım, sağ olun. Günlərə, nə deyirsən? Hə, danış. De. Təşəkkürümü bildirirəm ki, bu şəraiti yaradırsınız. Onlarda da Xanlar müəllimi də, Asif müəllimi də Allah canlarını sağ eləsin. Hə, de. Nə bilim, onu deyir də may ayına qədər. Gəlinimiz deyir ki, may ayına qədər də. Aha, hə. Qalmağa razısanmı? Yəni, o deyir ki, mən kiracı buraxıram bura. Yəni ki, sən o pulu verə biləcəksənmi mənə? O hələ danışırım mənə. Necə? Mən kiracı buraxıram deyir, mən onu dolanıram da. Yəni, O kiraya söz işlətmədi orada. Yox, mənə deyir ki, mən o pulu verəcəksənmi? Yox, icazə verin biz bu məsələyə aydınlıq gətirək, açıqlama verək. Xanım deyir ki, yəni əgər Gülnara xanım gəlib otağın birində yaşayacaqsa, qaz yandıracaqsa, qaz yandırdığı qazın pulun verməlidir, işığın pulun verməlidir. Bu onu da başa düşmək O da lazımdır ki. işləməlidir də. Əlbəttə, onu da başa düşmək lazımdır ki, yəni o insan da kasıb bir adamdır. Heç Aydındır. bir yerdən bir manat pulu gəlmir. O insanın vəziyyət həddindən artıq çox gərgindir, üzr istəyirəm. Yəni məsələ nədən ibarətdir Gülnara xanım? Siz may ayına qədər orada qalırsınız. Dərhal artıq sənədləşmə işləri gedir. Siz ora yerləşəndən sonra çıxış yolu komandası olaraq biz bələdiyyə və icra nümayəndəsi sizə torpaq sahəsi ayırır. Niyə ayrılmır? Sizin birbaşa öz adınıza. İndi buradan çox şey demək olmur. Nə görə ki, sizin əvvəllər istifadə etmişsiniz, satmısınız. O nöqteyi nəzərdən sizə sənədləşdiriləcək, torpaq veriləcək. Bələdiyyə icra nümayəndəliyi və biz çıxış yolu komanda olaraq, Türkiyə-Azərbaycan İş Adamları Dərnəyi olaraq sizə dəstək duracaq ki, sizə bir ev tikilsin. Yəni siz də buna bir nətərdir, bayaq orada, dünən orada dediyim kimi, ərkösəliyi eləməyə ehtiyacı yoxdur. Yəni bu imkandan istifadə eləmək lazımdır. Çox insanlar gəlib çıxırlar bura ki, Bakıda ev alsın, nə bilim buna burada nəsə başqa yardımlar olsun. Günlərə nə Cəmaət baxa bilmir. İsmail müəllim haqlıdır sözlərində. Nə deyirsən? Son. Buyurun. Deməli, orada icra nümayəndəsi dedi ki, o qaldığı müddətdə, yəni ki, orada bunu yanacaq nazarətdən hamısından təmin eləməlidir.
Odunla, Bəli, yəni odunla. bir qaz yandırmasalar odun yandıra bilər, odun verə bilərlər. Yəni bu Buyurun kimi- müəllim. Səhv etmirəmsə də, öncəki verilişlərin birində xanımın həyat yoldaşının qardaşı gili çəkmişdir. Onlar- Onlar sahib Yo, çıxmadılar. düz deyirsiniz. Amma sağ olsun o xanım Düz ki. deyirsiniz. Hətta sizin qardaşınız Rəhmətə rəhmətə gedib, Heç bəli. o saxlamaya da bilər, qəbul da etməyə bilərdi. Sağ olsun. Amma ən gözəl təklif o xanımın evi oldu. Həm İsmail müəllimin sözünə Razısan? şərikəm, orada sizin qardaşınızın ruhu dolanır. Həm siz Vəssalam. orada daha rahat olarsınız. Sadəcə Vəssalam. qızım, siz ərkəsönlük İsmail müəllim demişkən eləməyin. Başınızı salın aşağı. O qadına ana kimi baxın. Özü də Biz də Vəsal, məsələ çıxış olaraq, həll ailəsi olundu. olaraq sizin arxanızda özümüz də, mən özüm də İsmail müəllimə gələcəyik inşallah. Əlimizdən gələn yaxşılığı, köməkliyi də eləyəcəyik inşallah. özü Savalan müəllim, özü bu işə gedib eləyəndə o qadın Mən indi istəyirəm ki, qız bir dəqiqə. Can. Can. Çox gözəl, Can, çox gözəl. can. Razısan, razısan, düzdür. Allah səni xoşbəxt eləsin, balanı xoşbəxt eləsin. Balanı. Can, yox, ağlamaq olmaz. Bizim verilişdə ağlamaq yasaqdır. Vaxt yoxdur. Biz tamaşaçılar indi az vaxt oldu, az olduğuna görə. Gəlin, Tamaşaçılardan zəhmət sizə İsmail müəllim, Tövfik müəllim, sizə bütün alqışlar, Təşəkkür, yaradıcı təşəkkür. heyətinə çıxış yoluna alqışlar düşür vallahi. Təşəkkürümüzü Şunu bildiririk əlləşdirən ki, bu günlərə və xanıma. əzizlərim, bilirsiniz ki, Ruhiyyə xanım da hər zaman bizim yanımızdadır. Bizə bir zəng gəlirsə, bir tənha, bir sahibsiz, bir kimsəsiz insan bizə zəng edirsə, bizim birinci gücümüz kimə çatır? Sağlam mən. Ruhiyyə xanıma gücümüz çatır. Ruhiyyə xanıma zəng edirik və bir dayı da bizə zəng eləmişdi. Gəlin bura, gəlin. Tovuz rayonundandır, deməli, Dondarquşçu kəndindən. İsmail mən bugün axşama qədər o kəndin adını əzbərləmişəm. Gəlin dayı, gəlin. Xoş gəlmişsiniz, gəlin. Gəlin burada zəhmət olmasa, keçin burada, əyləşin. Ruhiyyə xanım, qısa olaraq istəyirsiniz siz bir söyləyin. Əziz tamaşaçılarımız, bu dayımız əyləşin. Bizə müraciətinin məqsədi nədir? Yenə də Tofiq müəllim, yenə də həmən məsələlər. Yenə də evdə, ailədə oğul baxmır, qız baxmır. Bilirsiniz, bax, dünən proqramımıza müraciət edən o xanım, bugün də bu dayı, nə bilim, söz tapmıram deməyə, oğlu da var, qızı da var bu kişinin. Nurhan xanım, bu son zamanlar elə bir ki, bizim bu cəmiyyətdə mi deyim, yoxsa elə Azərbaycanda mı deyim, elə bir bəhs var. Valideynlərə qarşımı, böyüklərə qarşımı, bax, haqsızlıq. Elə bir bəhsə girib övladlar. Atılır, övladlar, valideynlər atılır. Valideynlərə, böyüklərə haqsızlıq olunur. Nədir İndi biraz oğlunuzdan? danışdın, Cəbrayıl, Nədir biraz oğlunuzdan danışdın, probleminiz? siz danışın. Hamınızdan xahiş edirəm ki, o evin çerçözlüğü var. Aha, verin mənə. Oradadır, Hardadır? oradadır. Buradadır. O çerçoza baxsınlar. Piyanıskı döyük, nə qanun işləmişik, ata tərbiyəsi almışıq, ana tərbiyəsi Bu gənc almışıq. yaşlarından gəlib Dolanmış. kəndə ev tikib. İki öz dediyinə görə villa kimi ev tikib. Operatorlarımız göstərsinlər. Quşçular kəndi. Tofiq müəllim, bu kişi həyətində, Xahiş deyirəm. həyət neçə sotdur dayı? 26 sot. 26 sotdur. Həyətdə 2 ev var. Bu qanuni sənəddir əziz tamaşaçılarımız, yəni texniki pasport. Biri budur, biri də budur. evdir, Baxın, 2 evdir. Bu 2 evdən birində Öz zəhməti ilə bu tikib. kişi Hamısı rahat öz yaşamalıdır zəhməti ilə. yoxsa yox? Niyə yaşamır ki? Nədir İki evdir. problem? İndi nə olub ki? Füridun Ələkbər Muxtaroğlu Sizin Çəpəsinin oğlunuzla probleminiz var, düzdürmü? Hə. Oğlunuzla var probleminiz. Ayrılıblar. Nurhan xanım, bunlar ayrılıb. Aha. Yoldaşın ayrılıb, Buyurun, amma siz bax, məlumat bir verin. yerdə yaşayırlar, bir evdə Aha. yaşayırlar. Övladından nigarandır, övladından narazıdır daha doğrusu. Aha. Evin materialını kim almışdı? mən almışdım, kim almışdı? Aha. O tavaya salandan sonra hamısının çoxusunu satdılar. Oğlunuz satdı. Hə, satdı. Deyirəm, niyə satır? Deyir, yaxşı eləyirəm. Asakal, mən siparişin sözünü kəsirəm, mən sizə bir söz deyim. De. Deməli, burada vəziyyət belədir. Əgər sizin oğlunuz, evladınız sizi qəbul eləmirsə, Aha. başqasından küsməyə, inciməyə dəyməz. Siz birinci onu araşdırmaq lazımdır ki, sizin evladınız niyə sizdən imtina edir? Niyə görə sizi qoymur orada yaşamağa? Fəxrəddin müəllim, nə olur olsun səbəb valideyndə, ağ valideyn olmaq olmaz.
Fərqi yoxdur. Səbəbi Səbəbi nə o- olursa olsun. Səbəbi odur ki, səbəbi dayıları zat varım çox idi. Dayıları onu yeməkdən ötürü fırladılar. Bax belə araya qatdılar, başladılar yedirlər. Dayı, axırıncı dəfə nə vaxt olub münaqişəniz oğlunuzla? Ayın 20'sinde oldu gene dayısının oğludur zatta limonka tullayacağım diye zatta işte. Sizi qorxudurlar, Hə. aydındır, sizi qorxudurlar. Mən belə başa Aydındır, düşürəm ki, artıq burada bir nətərdə hüququn devrəyə girməsi məsələsi var. Vəkillə təmin eləmək lazımdır. Dərhal məhkəməyə müraciət olunmalıdır. Olunur, məhkəməyə müraciət olunur. Vəkil Olunur. tersine yazıyor. Məhkəmə. Hə, indi biz də çıxış yolu olaraq bu işin arxasında gedə bir bilərik. yazı vardı, mən o yazını oxumaq istəyirdim burada. Bizim müxbirimiz araşdırmışdı. Yazını mənə təqdim edin, oxuyum. Çünki veriliş başlamazdan öncə o yazını mənə vermişdiniz, mən oxumuşdum. Vəkilin yazısı idi, yəni dövlət sənədidir. O sənədi oxumaq istəyirəm tamaşaçılarımız üçün də. Bilmirəm, əslində bilirsiniz, hüquqi tərəfdən İsmail müəllim sözsüz ki, ona kömək olunacaq. Amma bəs bizim Savalan müəllim insanlığımız, bu kişinin qızı da var. Qızı yox, qızlarınız, düzdürmü? 2 qızınız var. 3. Axırıncı dəfə nə vaxt sizinlə bir yerdə olublar qızlar? Ayın 20'sinde demirəm. Ayın 20'sində. Cəbran müəllim, Baxırlarmı sizə? Qarnınıza Ya qalırlarmı? yok vallahi bu Nurhan xanım. televizorda danışmaq olmaz, elə şeyler lazım deyil. Bütün millət baxır, mədəniyyət lazımdır, insaniyyət lazımdır. Mən o sözləri danışsam, onda mən heç Sovetliyə heç Sizə hörmət qoymurlar. Yox. Nurhan xanım, Cəbral dayı deyir ki, qonaq gələndə məni evdən məcbur eləyirlər çıxım. Gedim, qonaq gedəndən sonra gələrəm, yenə dönərəm. Təsəvvür edirsiniz, ataya təsəvvür edirsiniz, deyirlər ki, evə qonaq gələcək. Sən ev, bu bilirsiniz nəyə oxşuyur? Balaşın dədəsi yadınızdadır. Atasını geyin, ölü paltarı geyinir. Necə yəni evə qonaq gələcək, ata evdən çıxsın? Nədir bu belə? Siz Nurhan xanım, Allah bütün keçənlərə rəhmət eləsin. Mən atamı 4 yaşında itirmişəm. Amma həyatda inanmaram ki, kimsə ikinci mən kimi ata-ana sevsin. Deyir, heç kim mənim qədər ana-ata sevgisində ola bilməz. Mənim anam sağdır, Allah bütün anaların Allah canını sağ can sağlığı eləsin. versin. Anam tanıyanlar, bilənlər bilir, mən onun indiki gündə ayağında yürüyorum. Bu bir. Allah can sağlığı Amma versin. bilirsiniz necədir? Biz pafoslu çıxışlarla deyirik, anaların ayağının altında cənnət. Bilirsiniz necədir? Məni anam belə tərbiyə edib ki, bugünkü gündə mən o anaya bu cür məhəbbətlə bəsləyirəm. Evladlar... Savalan müəllim nə vaxt proqramımıza gəlirsə, proqramın sonunu Savalan müəllimin çıxışı ilə bitiririk. Heç mən sağollaşmıram da tamaşaçılarla. Savalan müəllim, 30 saniyəmiz var. Son olaraq verirəm efiri sizin ixtiyarınıza. Bilirsiniz necədir? Biz uşaqlarımızı elə tərbiyə etməliyik ki. Bax, Ağsaqqal, burada sizin özünüzün də günahınız var. Mən yenə deyirəm, mənim qədər ata-ana sevgisi olan... Ermənistanın